Televizyon karşısında tam böyle daldım, hafif böyle bir uyuklar gibi oldum. Biri geldi beni dürttü. Kalk kalk dedi, kalk. Kalk, yarın bıraktığın işi tamamla. Araz Bey, Bəli, Araz bəy, buyurun. ne edirsiniz? Bu nedir be? Yumurta vurdunuz. Yok. Çünkü Hanım, yumurtasız çabab olar. Etimizin içinde ne var? yumurta var. Bu çabuk gerek yok. Ben dün Lüle eləyirsiz səhər deyəsən. oynanda yadıma düşdü ki yumurta vurmamışıq, almamışıq da. Sonra hayvan şeyləri. Sonra dedim ki belki mangalda yumurta vurmurlar. Gittim ChatGPT'den soruştum, dertleştiği. O dedi ki Bilirdən danışacaq. ve o dedi ki yumurta vurma. Yani ki, Aa. çünkü yumurta vuranda suyu çıkır. Aa. Yumurta vuranda suyu çıkır. Eləymi? Çok insan mangalda eğlendi. Siz elə dedinizsə. ChatGPT Sizə güvəndim, GPT-yə yox. Onda yumurta vurar. Günaydınlar. Günaydın canlarım. Bu nədir hazırlayırsınız? Espresso. Sizə helal olsun. Vallahi bravo. Sana helal olsun. Double espresso. Siz səhərinizi avokadolu, tozsuz aça bilməyən insanlardansınız. Tabii ki de. Anladım. Avokado, yumurta. Salmon. Yumurta ama yumurta soyutması. Sarısı, abı, avokado, hıyar, pendir. Seherimizi bunlar. Ve espresso. Double Nə espresso. çox belə esprit? Hə, dablıdır Double. ona görə. Buralar sarımsaq qoxur səbəb. Çöldəki mənzərədən xəbəriniz yoxdur elə? Yellənməsək olarmı? Sakınlıqla olmaq. Çiynimdəkinə baxın. Ay, baxa bilmədiniz. Dayan, yıxılacam. Və yellənirəm. Bu qədər, yəni yellənirik. Əgər bu notebooku burada görürsünüzsə kimin sayəsində? Sizin sayəsində çox təşəkkür edirik. Bu notebook Kamran notebookunu taksidə qoyurduq az qala. Sağ olsun Gülçin xanım yadımıza saldı. Taksinin üstündə qaçsıq dayandırdıq. Qarabala ilə dostlaşdıq. Yo, bizlə gəlib onsuz da. Əlasız Kamran bəy. Bəli, kimdən əz olun? The evening drips like honey. Yandırdık. Burada ot var, oradan yandırmak. Jajgal kaynağı yandırır. Cüşbər xanım, Gəncədən gələn istəyəsən, nə yeyirsiniz? Fransada belədir. Təsvir edin nə var içində? İçindəkilər deyil. Croissant, un croissant, pendir, mükemmel, mükemmel. Əlasınız. İnşallah hep böyle birbirinizi ağzınıza verir. İnşallah hep birbirinizin ağzına verirsiniz. Nişan arazimde oluyor, kendisine. Tez ele görüm. Canımız gezmiyor. Bəsdir bu kadar. Bu ne yiyeceğim ki? Sürtəsə və şok çəkir. Əlasınız. Yaver usta iş başında.
Deməli dostlar, onları qoyduq orada, işləsinlər. İşləsinlər, hara gedirik? Şəlaləyə. Bəli. Şəlaləm mənim. Ay göyçəyim mənim. Oh my god, very delicious yerlərə gəldik. Civəba bizdən tez gedir. Mənim xoşum yoxdur. Ayaqqabılarım da rahat deyil değil mi? Dostlar, gəldik yuxarısına, bayaq bunu aşağıdan görürdünüz. Və mənlə heç kəs gəlmədi. Yavər usta yandırdı. Ay xanım, sansür qoymalı eləməyin də mən keçən səfər kimi. Müəllim, mən Buyur. deyirəm ki, bu kotletlər dostlar çox combul idi. Nasıl ya? Combul olduqlarına görə pişirmək çətindir. Arada belə iş kazalar da olur. Cütsin elədi də hamısını, bax bu eləyib. Gör, qalınlığına baxın badımcanları. Bu yetim necə pişsin uşaqlar? Kızım sizə helal olsun, helal olsun. Nə düzəldirsiniz? Helal olsun kızıma. Nə? Ne güzel ya. Mangal salatı. Sıcaq deyil dostlar. Azərbaycan istar, boynum yanmasın deyə qoymuşam ora Türkün sözü. Mangal salatının şeylerini patlıcan yüzünü koymasam ne olur? Badımcan üzünü soymasam nə olar deyir, sizdə nə olar? İşte geçen Heç nə olmaz da olacaq. Sən badımcan ümumiyyətlə niyə yarı-yarı soymadın ki, biz elə eləyirik. Böyle qabığını yarı soyuruq elə. ne bileyim koyma. Civada. Bu ruminaldır və çox titizdir. Hər şeyin üstünü bağladı. Bu civalar bunlar. Heç biri titiz deyil. Dostlar baxırsınız. O nə idi ətin üstündəkilər Kamran bəy? Samir, gəl. Nə ustaydı adı? Mən dedim ey bayaq. Yavər usta. Yavər usta. Bayaq ətin üstündə nəsə gördük. O nə idi sizcə? O bitki idi, nəsə bir bitkilərdi, onun düşüb onun ətin üstünə. Mənim ideyam necədir? Bəs deyirəm ki, larvadır. Çünki bayaqdan şeylər uçuşur, milçək. Hə. Və larva olduğunu düşünürük. O da ola bilər, amma onsuz da isti buraca öldürəcək də yəni. Yavər usta pulumuz çoxdur deyəsən. Salmon falan almışıq. Bəli. Balıq salmondur. Əlayıq. O, əlasız Cüşvər xanım. Elə bir düşünürəm. Çünki bazı düzdür. Az içində. O da işin nazarı. Neydi şey? Nusret. Hamısı əlimdədir. Dostlar, GPT-dən soruşdu və GPT də deyir ki, larvadır. Aşağıda mənim soruşduğum suala baxın. Əgər larvanı yesək nə olar? Bu da deyir ki, xəstələnə bilərsiniz. Sonra nə deyir? Possible nəticələr bunlardan ola bilərik. Qusma, ürək bulantı. Duruq. Sözüm bilmirəm. Mədə ağrısı, nə bilim, belə şeylər. O yaxşı şeylər yazıb, ona görə onu boş verdi. Deyir, növbəti 6-72 saat ərzində bunları görəcək öz simptomlarını. Buyurun, larva ətimizi kəsə bilərsiniz. Görən necədir? Anar, cəld oldu, anar. Amma məncə içi pişmir. Qanı axdı aşağı. Ben göreyim. Amma qanı var. Qandı. Yaxşı qoyun biraz da pişsin. Civalara bax, dedim ki bu əriyəcək kanserojen maddədir. Soymadılar. İkincisi haram bro, haram. Hamısı donuz ətlidir, 80%. Civa, bacə bunun əriməsini bir dənə şahid olar. Bax, görürsünüz aşağıdan əriyir. Bu demək ki, zəhərlənmə böləcək. 1. Zəhərlənmə halı bu. 2. Zəhərlənməli larvalı steak. Narvalı. Məhsulumuz 1. Yanıb biraz elə bil. Məhsulumuz 2. Xam salata o qədər tepki vermə. Bu əsas tepki bunadır. Bu bəğətin yanındaydı yenə. Larvalı steak. Oh my god, gəldi baba gəldi. I put one fish for myself. Aç. Anar. Wow. Qiyat göründü bu. Bu niyə atıb? Haykırdım. Wow. Səsi görüm.
Dostlar, çox pis bir iş kazası yaşandı. Deməli düşürəm. Kola açdı. Salatımız kolalı. O boyda Çabamız mangal, o kolalı. kadar mangal salat eləmişdim. İçine elədi mangal salatını. Sözün həqiqi mənasında içinə kola elədik. Olsun bu qədər. Hadi qulaq asın. Gör nə tər yeyir. Elədi, yox, elədi. Mən yazı. I will try my best. Karpuz pendiri yoxlayır. Look at us. Kısacak kısak. He will vomit right now. Did you like it or no? And look at Chamran. Chamran var. Oh. You also need to try it, Ahmed. When? Düşbər xanım hara gedirik? Sıram ben. Düşbər xanım ben ondan soruşurdum. Hara gedirik Gülçin? Bu yerişine bak. Düşmandan sonra. Hara gedirik? Dağa çıkarırım seni. Günü mən dağa çıxardım, dağa qaldırırsınız məni. Dağa kaldırırım seni. Günü puanlayın. Puanlamak. Nece puanlayayım? Puan. Puan ne? Civa. Onun üzerine neçə xal 10 verirsiniz? üzerinden 10. Ay Allahsız. Yok çok lezzet elədim ben her şey. Onlardan soruşmayacağım. Heç nə, bunlar da yeyir. Bu işi göster de abi. Yaxşı. Bu nə düşünürsünüz bu gün haqqında? Çox çətin bir gün idi. Səbəb? Mən bir 2 saat olardı ki, mangalda dayanmışdım. Çox yoruldum. Axırda yemək yeyə də bilmədim, çünki iyindən doydum. Ona görə mənim üçün çox çətin və amma əyləncəli gün oldu. Neçə xal verirsən gün üzərindən? Ondan 8 verək də. 8 verək, aşağısı 8. 8. Dostlar, mağara tapdıq. Qorxdu girmir. Ahmedlə gedirik. Yeah, come. It's just going from here and to that part. Elə durdu ki, qorxdum bağlıymış sadəcə. Anar, başda da. Başda da oxumaqdan bezdim. Ay Allah. Wow, wow, wow. Helikopter, helikopter. Qardaşımızın Uşaq hərəkətlər. Dostlar, 33 yaş, yox. Bura dırmaşacağım və 20 manat verəcəyini dedi Güşvər xanım. Bunun eynisini birisi ki 100 manat sürüşəndə demişdi və eləməmişdi. Mənə baxın. Elə deyil inşallah yox. amma qalxdı. Ben düşməyini istəyirəm. 20 manat. Axıra qədər. Ama ben elə çıxmaq demədim ki. Yok, en üstte çık. Daşın üstüne. İndi orada daş var ya, daştan aşağı gel.
Ay yıkılacaq axı. Neyliyim sen? 20 manat. Ardın değil axı. Ben daşın Sən üstünden dedim. adamı düz sürüşkən üstə salsan bax oradan düşmə. Okey tamam kam. Məni öldür. 2 manat çıktım ondan 18. Ay bu ne? Bu ne? Kim at zərimə? Ay niyə düşmürsən ki otur Ha yine düşmeydi o. Sən buranın dərəcəsindən xəbərin var. Doesn't matter. Ya sen oturup qəbul edemedim. Öləcəm. Ya buradan da bir 5 manat zərimə. Ha iyi bence 10 manat. Ya 10 manat oldu bu. Sen 5 manat kazandın anar. Razılıq eləmək. Onu ben de eləyərəm. Gəl elə mən sənə 10 manat verəcəm. Ayak üstə gəlməliydin. Bunlar da kayfırlar, gedilər özləri üçün gəlsinlər. Bizə qoşuldular. Çöllə tapdı, getdi. Bayaqçı üçün məşim elə. Dosta güvən düşmələ. Nə? Ondan, o söz yadımdan çıxdı. Elə görək. Anar, bu nədir anar? Niyə gülürsən ola? İtin ağzındadır, deyir mənim taxtam. Götürüb it. Nə düşünürsən mövzu haqqında? Mənim taxtamı uğurlayım. Okay guys, let's rate the day for my YouTube video. Ahmed, you. The day. 10 out of 10. Thanks, you are really... Bonjour, how to say? What? Bonjour. No, buongiorno. Okay. Generous, yeah, we can say. You're really generous, great. What about you, Smark? 10 out of 10. 10 out of 10. Julcin, I said already. you said 7. No, I said 10 out You of said- 10. This G what told 8. No, 8. You told 8. 11 out of 10. I like it too much, really. Who was your math teacher? No, I like it too much. 10, 10, okay. Okay, I also give 10. Okay, let me ask you. Who, Mohammed? That's your not. Oh, that is not your business.